İl 2011. Xiaomi'nin qurucusu olan Lei Yun küçələrə düşüb yeni çıxartdığı telefon olan Xiaomi Mi One-ı bir insanlara satmağa çalışır. Amma onu küçədə vecinə belə alan olmur. 14 il sonra, yəni indi Lei Yun saniyədə bu qədər pul qazanır. Və siz bu videonu izləyib bitirənə kimi çox yox, cəmi $84.000 pul qazanacaq. Lei 1969-cu ildə Çində anadan olub və universitetində kompüter elmləri təhsil alıb. O vaxtlar Steve Jobs'dan ilhamlanaraq texnologiya sahəsinə yönəldi. İşinə proqramçı kimi başladı. Tez bir zamanda CEO vəzifəsinə yüksəldi. 2010-cu ildə 8 nəfər ortağını toplayıb Xiaomi-ni qurdu. Lei reklama demək olar pul xərcləmirdi. O ağızdan ağıza reklam strategiyasından gedirdi. 2025-ci il etibarilə Lei Yun'un sərvəti $43.5 milyard və saniyədə təxminən $1400 pul qazanır. Bəs siz saniyədə nə qədər pul qazanırsınız? Şərhdə qeyd edin. Videonu da kasıb dostunuza göndərin.